Hamıya salam, fərqli qonaqlar yerimizə xoş gəlmişsiniz. Bugünkü qonağımız Qarabağ Futbol Klubuna azarkeşlik edərkən diz qapağa qopmuş olan şəxs Əli Hacısoydur və bugün bizim suallarımızı o cavablandıracaq. Salam Əli bəy. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Zəmin hamısı bizə deyə bilərsiniz, Qarabağ Futbol Klubuna olan azarkeşliyiniz nə zaman başlayır? 2015-ə dayanır. Təbii ki, özümü tam belə tanıdığım dönəmdən Qarabağ klubuna baxırdım. Təbii ki, o vaxtın Reynaldosunun dönəmindən təəssükarlıq edirdim. Bəs sizdə aldığınız zaman nə hisslər keçirdiniz? Yəni başa düşə bilirsiniz ki, nə baş verir? Valla həmin vaxt ilk saniyələrdə heç nə başa düşmədim. Yəni düşdüm, yəni çox alçaq bir məsafədən düşdüm. Elə bir, yəni çox gülməli bir epizod idi. İlk saniyələrdə yanımda olan dostlarım da güldülər ki, niyə yıxıldı. Sonra üstündən bir 2 saniyə, 3 saniyə əlimi vurdum dizimə ki, gördüm yerində deyirlər. Sonra o məsələnin ciddiliyinin fərqinə vardıq. Bəs xəstəxanaya gedərkən nə hisslər keçirdiniz? Xəstəxanadan çatırıq xəstəxanaya, skorda gedirik. Yəni bir fikirdə qalıb orada oyun gedir də. Kopenhagenlə oyun gedir. Uşaqlar soruşur ki, mən soruşuram ki, şof neçədir, şof neçədir. Deyir, dizin qırılıb, o kişidir. Dizvə bax, nə oyun çıxadırsan, burada şof vaxtıdır, hesab vaxtıdır. Nəysə, çatdıq xəstəxanaya, xəstəxanada diz qapağımı sağ olsun, buradan təşəkkür edirəm. Travmatologiyanın gecə ismeni olan doktoruna, travmatoloquna böyük təşəkkür edirəm. Yəni, çatan kimi dedi, iynə vurun, mən də iynəyə ehtiyac yoxdur. Dedim, dözürəm, sal yerinə də dizimi. 6 onsa dağılmışdı diz qapağımı. Elə başıma camaat yığıldı, elə xəstəxananın düz ortasında şaqqıltı ilə saldı yerinə diz qapağımı. Salandan sonra apardılar rentgenə, rentgendən çıxmışıq. Yəni, dostum arxada gəlir, 2-3 nəfər ilə buradan onlara təşəkkür edirəm. Həm Fuada, həm Məhəmmədə, həm Mahala, Allah razı olsun hər birindən. Azarkeşlərdən də nə qədər kömək edən oldu mənə qaldırıb çıxartmağa. Çox çətin anları idi. Buradan kim mənə orada dəstək göstərib, Allah hər birindən razı olsun. Rentgendən çıxmışıq, aparırlar, dizim yerindədir də, əməliyyat olmaq hələ var qabaqda, amma deyirlər ki, dizin yerindədir, 6 təzdən əməliyyatla bərpa olmalıdır. Rentgendən çıxmışıq, aparırlar koleskada, arxadan çağıram dostumu. Məhəmməd, eşidirəm, deyirəm hesab neçədir, şot neçədir, camaat qıraqdan mənə deyir ki, sənin başın xarabdır deyir, bu boyda dizin qırılıbdır, fikrin qalıb o şot yanında. Həyatımın ilk və tək qoludur da, yəni onu mənim kimi yaşayan bəlkə də az insan var ki, həm zədə aldı, həm qolu sevindi və qəribə bir ab-hava idi. Qarabağın futbolçuları Kopenhagenlə oyunda yıxılaraq dizindən zədələnən azarkeşi unutmadı. Ağdam təmsilçisinin oyuncuları Bəs daha sonra futbol klubunda olan futbolçular sizə ziyarətə gəlib, onları necə xatırlayırsınız? Yəni sizə forma hədiyyə olunanda? Çox qəşəng, çox belə təqdirə layiq hərəkət idi Qarabağ klubundan. O anda mən başa düşdüm ki, Qarabağ mənim üçün futbol klubu deyil, ailədir. Həm Bədavi olsun, həm Kaşuk olsun, həm Yankoviç olsun. Mənim üçün Abdullah Zuberdəki başdaydı, çünki onun qol epizodunda baş verdi bu. Mənə forma da verdi, bütün komanda heyətinin imzalı formasını hədiyyə elədilər. O da mənim üçün bir dəyərlidir. Stomp your feet, put your hands in the air, wave them to the beat. Got the DJ spinning, bring the heat. Dance, play, press repeat. Bəs bu gündəlik həyatınızı necə təsir etdi? Yəni insanların sizə baxış bucağı dəyişdimi və peşənizdə necə dəyişikliklər oldu? Maraqlı oldu. Maraqlı günlər keçirdim. Camaat görəndə, o yıxılan oğlan, ab-havası, yəni hamı qızda oğlanı maraqlı təəssürat yaratdı məndə. Pis təəssürat yaranmadı. Nəsə bir təsir eləyə bilməz pis. Çünki həyatda da hər kəsin başına bir şeylər gəlir. Həyatda çətinlik görmüş bir insan olaraq bu da bir maraqlı bir an olaraq qalsın da, belə deyim. Bəs bildiyiniz kimi Qarabağ Sabaha uduzdu 1-0. Yəni bunun haqqında nə düşünürsünüz? Orada hətta ağlayanlar da oldu. Qarabağ Sabaha 1-0 yox, məncə 5-0 udursaydı
Qarabağ bizim üçün eyni yerdədir, eyni səviyyədədir, hətta bizim düşündüyümüzdən də daha artıq yerdədir. Çünki biz o bazanın, o klubun içində deyilik. Biz kənardan izləyirik, onların nə qədər əziyyət çəkdiyini onlar özləri bilirlər. Bu il yetərincə yorulublar da. Yəni məncə komanda olaraq var gücü ilə necə lazımsa bizə özlərini göstəriblər. Məncə mövsümü bağladılar da. Yəni bu Sabahla oyundakı Sabahı da təbrik edirik, uğurlar arzu edirik. Yəni təki Sabah da eyni sevinc hisslərini bizə yaşatsın. Eyni şəkildə Sabah da digərləri də Çempionlar Liqasında və ya Avropa Liqasında bu nəticələri versə, eyni sevinc hissini biz onlar üçün də göstərəcəyik. Bəs futbol klubunda ən sevdiyiniz futbolçu kimdir? Yəni ki, bunu həqiqətən orbislərdən daha çox ayırd edirsiniz. Valla hər birini sevirəm. Həqiqətən Bədavi başda olmaqla Bədavi ayrı bir simpatiyam var. Buradan da salamlayıram. Elvin Cəfərquliyevi də ayrı bir hörmət edirəm, ayrı bir. Çünki biraz eyni tipdə insanıq. O da dəli doludur. Mən də həmçinin. Yəni o deyirdilər də, yəni ətrafımda da deyirdilər ki, stadiona 200 dənə dəli var idi. Biri Elvin idi, biri də sən idin. Yəni Stomp, stomp, stomp your feet. Put your hands in the air, wave them to the beat. Got the DJ spinning, bring the heat. Dance, play, press, repeat. I keep it bouncy, girls. No, they don't doubt me, Yeah, they around me, Yeah, they remind me, You know I'm bouncy, you know I keep it bouncy, I keep it bouncy, you know I keep it, I keep it bouncy, girls. No, they don't doubt me, Yeah, they around me, Yeah, they remind me, You know I'm bouncy, you know I keep it bouncy, Bir də bugün Qarabağ azərkeşlərinə ümumiyyətlə insanlara nə demək istəyirsiniz? Qarabağ azərkeşlərinə demək istədiyim odur ki, klubumuzun arxasında möhkəm dayanaq, buraxmayaq, istəyir ölkə daxili oyunlar olsun, istəyir ölkə xarici oyunlar olsun, hər birində yanlarında olmalıyıq. Həm televizor qarşısında, həm stadionda fərqi yoxdur. Canla başla biz onlara o dəstəyi verməliyik ki, onlar da rahat şəkildə bizə arxalanıb o oyunu istədiyimiz nəticəni alsınlar. İnsanlara olan tövsiyəm də odur ki, bu yıxılmaqdan sonra, bu əməliyyatdan sonra zaten bir çətinlik görmüş bir insanam. Yəni arxada geriyə baxanda bir 7 dənə əməliyyat qoymuşam. Bir də üstünə bu gəldi. Ətrafımda deyirlər ki, 32 min deyil azərkeşin içində kişi gəldi, yenə səni tapdı da. Yəni bu boyda adamın içində imanı səni tapdı. Deyirəm, yəni bu da Allahın qədəridir də. Yəni demək ki, buna da dözəcək adam orada mən imişəm ki, 7-ci yox, elə 8-ci olsun, söhbəti bağlayaq. Yəni hamıya tövsiyə edirəm ki, başına gələn hər bir şeydən yaxşı nəticəni çıxartsın, uğurla davam eləsin, yəni qorxmasın, çəkinməsin, biraz da risk almağı bacarsın. Bir də Qarabağın pis günündə yanında olmayanlar da var. Məsəl üçün, sadəcə məşhur oyunlarda onları dəstəkləyənlər. Bəs onlara nə demək istəyirsiniz? Bütün oyunlarına dəstək vermək lazımdır. İnsanları da biraz qınamaq o barədə düzgün deyil, nəyə görə deyirəm. Yəni, sanki bilirsiniz necədir, Qarabağın nəticəsi artıq elə bir bəllidir. Məsələn, ölkə daxilində oyunlar, bu il məsələn bir şok oldu da bizim üçün həqiqətən də Qarabağın çempionluğunun getməsi. Amma ümumi götürəndə insanlar da elə bir əmindirlər və yəni o qədər əmindir ki, %100 əminlik verib ki, yalnız da Qarabağdır çempion. Ona görə də cəmaət elə bil o dəstəyi, o atmosferi yaratmır. Yəni, ölkə daxilində yarada bilmir. İnşallah ki, digər klublar da daha belə yaxşı şəkildə inkişaf eləyər, Qarabağla başa-baş oyunu göstərər. Təbii ki, o azərkeş sayını biz ölkə daxili oyunlarda da görərik. Növbəti qonağımız sizə kim olacaq? Bu haqda da fikirlərinizi şərh bölməsində qeyd edərsiniz. Sağ olun, videonu bəyənməyi, abunə olmağı və bizi izləməyi unutmayın.